Təsəvvür edirsiniz, 1 ildir ki, mən istiot badımcan dolması bişirmirəm, ancaq bu şəkildə hazırlayıram. Dəhşət dadlıdır. Badımcanların qəşəng qabığını soyuram. Daha sonra 2 böyük uzun badımcan olanda 2 hissəyə bölürəm. Duzlu suda saxlayıram bir yarım saat ki, acılığı çıxsın. Daha sonra Aura kağız dəsmallarının üzərində badımcanların tam suyunun çəkilməsini gözləyirəm. Qızardanda badımcanlar qaralmasın. Əti qovururam. Əti yalnız çox az soğanın suyunu əlavə edirəm, o şəkildə qovururam. Daha sonra badımcanları duru yağda o üz bu üz yüngülvari qızardıram. Sonra yenidən Aura kağız dəsmalının üzərinə badımcanın qızarmışlarını əlavə edirəm ki, yağını canına çəksin. Daha sonra bibərləri bir 5 dəqiqə qızardıram. Ən sonda da pomidorları halqa-halqa doğrayıb bir 2 dəqiqə o üz bu üz bişirirəm. Çox yüngül duz vururam ki, pomidorun üzərinə suyunu çıxartsın. Vəssalam. Ondan sonra qat-qat yığırıq. Badımcan üzərindən qovrulmuş qiymə, üzərindən reyhan, bibər, pomidor və eyni qaydada yığırıq. Ən sonda isə çox vam xodda düz 20 dəqiqə bişirirəm. Dəhşət dadlıdır. Mütləq bunu hazırlayın. Çox ləzzətlidir və inanın ki, siz də mənim kimi qətiyyən və qətiyyən dolma bişirməyəcəksiniz. Bu arada qeyd edim ki, su əlavə etmədim.